Esselamu aleykum və rəhmətullahi və barakatuh. Gəlin sizə bir maraqlı rəvayət oxuyum. Deməli, Rafizi alimi Ni'mətullah Əl-Cəzairi özünün yazdığı məşhur kitabında Əl-Ənvaru Nu'maniyyə adlı kitabında imamlar barəsində söhbət eləyir. 12 imam barəsində. Xüsusən də İmam Əli. Onların fəzilətini isbat etməyə çalışır kitabında. Fəzilətlərinin içərisində elə şeylər danışır ki, elə rəvayətlər nəql edir ki, elə söhbətlər edir ki, adam onu, o rəvayətləri, o danışdığı şeyləri insanlara çatdırmaq istəmir. Nə deyərlər adama? Bəs Allah kimdir onda? Bu sual yaranır insanda. Fəzilətləri barəsində nəql edir. Və bu etiqad həmin o Ni'mətullah Əl-Cəzairinin etiqadıdır. İmamlar barəsində. Baxın nə deyir? Deyir ki, وَرَوَى صَاحِبُ مَشَارِكِ الْأَنْوَارِ بِإِسْنَادِهِ إِلَى مُفَضَّلِ ibn Ömər. Məşərikül Ənvarın sahibi sənədlə Mufaddal ibn Ömərdən rəvayət edir. Mufaddal deyir ki, Səəltu Əbə Abdillah aleyhissalam. Əbu Abdullahdan soruşdum. Əbu Abdullah adətən Rafizlərin kitablarında Əbu Abdullah deyiləndə İmam Cəfər nəzərdə tutulur. Cəfər Sadiq. Soruşdum ondan. Anil imam keyfə ya'ləmu mə fi aqtaril ard və huvə fi beytihi murxan aleyhi sitruhu. Soruşdum ki, imam evində olarkən pərdəsi üzərinə salınmış halda, yəni evində gizlin olduğu halda, yerin, hər bir yerin bütün tərəflərində nə baş verdiyini necə bilir? Əbu Abdullahdan soruşur. Əbu Abdullah deyir ki ona, ya Mufaddal, ey Mufaddal, İnnəllaha cəalə fihi xəmsətə ərvah. Məgər sən bilmirsən, Allah onlarda 5 ruh xəlq edib. İmamlarda 5 ruh var. Ruhul həyə, birinci həyat ruhu. Və bihə dəbbə və dərəcə. Həmin ruhla hərəkət edirlər, yəni böyüyürlər. Və ruhul quvvə, qüvvət ruhu, güc ruhu. Və bihə nəhəbb. Onunla qalxırlar, yəni dirçəlirlər və s. bu mənada. Və ruhu şəhvə. O ruhlardan biri də şəhvət ruhudur. Və bihə yəqulu və yəşrab. O ruhla yeyirlər, içirlər, evlənirlər və s. şəhvətlə bağlı olan şeylər. Və ruhul iman və iman ruhu. Və bihə ədələ və əmr. Onunla adil olurlar və əmrlər edirlər. Və ruhul qudus. Və ruhul qudus. Fikir verin. Bununla nübüvvəti daşıyırlar. Peyğəmbərliyi təsəvvür edin. فإذا قبض النبي صلى الله عليه وسلم انتقل روح القدس إلى الإمام. Allahın Rəsulu öləndən sonra həmin bu ruhul qudus yoxdur, keçir imama. İmam daşıyır nübüvvəti. Və la yaxfəl və la yəlhu. Yəni bu ruhla heç nədən qafil olmurlar, əylənmirlər. Və bihə yara mə fil aqtar. Həmin o ruhla bütün hər bir yerdə nə varsa hamısını görürlər. Yəni imam Mufaddala demək istəyir ki, onlarda bu ruh var. Soruşmursan, necə olur ki, evdə ola-ola hər şeyi görürlər. Deyir, bu ruhla görürlər. Və bihə yara mə fil aqtar. Və innəl imamə la yaxfə aleyhi şeyun mimmə fil ardi və la mimmə fis-səmə. İmam yerlərdə və göylərdə nə varsa heç nə onlardan gizli deyil. Və innəhu yanzuru fi mələkutis səmavat. O bütün səmada olan hər bir şeyin mülkiyyətinə baxırlar. Mələkut. Səmanın mələkutuna. Allahu akbar. Fələ yaxfə aleyhi şeyun və la həmhəmə. Onlara heç nə gizli qalmır.
Pıçıltı belə gizli qalmır onlara, həmhəmə. Heç nə. Sonra deyir ki, "Və mən ləm yekun bihadihi sıfat feleysə bi imam." Və kimdə bu sifətlər yoxdursa, o imam deyil deyir. Yəni imam, rəvayətə bax. Rəvayətə bax, subhanallah. İmam hər şeyi bilir. Qardaş, evdə oturub pıçıldamırsan, hamısını bilir. Yerdə və göydə nə varsa hər şeyi. Allah kimi. Auzu billah. Çünki bu sifət Allaha aiddir. İmamlarda da var. Və biri gəlib deyə bilər ki, Rəşad qardaş, bəlkə bu rivayət zəifdir. Qardaş, zəifdir, zəif deyil bilmirik. Bu imam, müəllif, onların imamıdır, Rafizi imamı, Ni'mətullah Əl-Cəzairi. Buna etiqad edir, bu rivayətləri, bu söhbətləri eləyir. Zəif oldu, olmadı, fərq eləmir. İmamlar haqqında, fəziləti haqqında buna etiqad edirlər. Aydındır? Siz təsəvvür edin, subhanallah. Görün imamları hansı dərəcəyə qoyublar. Rivayətlər, bu rivayət, bəlkə də o rivayətlər içərisində ən yüngülüdür. Nələr var? Rafizlərin etiqadı. Ni'mətullah Əl-Cəzairi özü dediyi kimi, bunu hər rafizi bilmir deyir. Bunu hər adam bilməz ki, bunu kimlər bilir? Elmdə rasix olanlar bilə bilər, dərk edə bilər ki, imam kimdir, imam nədir? Belə. Allah uzaq eləsin.Ğuluv etməkdən.